Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Bugün yenə bir neçə sualın izahına baxacağıq. 21-ci sualdan başlayaq. Cavab variantlarında ayrı-ayrı hüceyrələrdə olan vakulların sayı göstərilmişdir. Hansı hüceyrə daha yaşlıdır, deyir. Vakulun sayının hansı hüceyrədə daha az olduğunu tapmağımı istəyir. Baxıram, n-ə bir rəqəm desəm, tutaq ki, n olsun 6. 2 vurulsun n. Bu eləyəcək nə? 12. Bu özü 6-dır. 12-ni, 6-nı 2-yə eləyəcək 3. 6-nı 2-yə 12 bölərəm 3-ə 4. 6-nı 3-ə 18. Baxıram, hansında vakol sayı daha az olacaq? C variantında vakol sayı daha az olacaq. Çünki yaşlı hüceyrələrdə deyirik, vakol sayı az, iri olurdu. Cavan hüceyrələrdə isə çoxlu sayda xırda vakollar olurdu. Belə, keçək növbəti sualımıza. Növbəti sualda sağlam insanın gözünün torlu qışasında çöpcüklərin fəaliyyətinin işığın zəifləməsindən asılığı hansı qrafikdə düzgün göstərilmişdir, deyir. Baxın, məsəl üçün B variantı bizə uyğundur, A variantı uyğun deyil. Sonra baxırıq digər variantlara. C variantı olmaz, D variantı olmaz. Baxaq, Y variantımız varmı? Xeyr, Y variantımız yoxdur. Demək ki, elə B variantı doğru cavab kimi götürə bilərik. Çöpçüklərin fəaliyyətinin işığın zəifləməsindən asılılığı nə edəcək? Müəyyən bir nöqtədən düz mütənasib olaraq davam edəcəkdir. Yəni, doğru cavab olacaq B variantı. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualımızda nə deyir? İnsanın normal ontogenezi zamanı embrional inkişafın nə qədər müddəti uşaqlıqda keçməyəcək? 4-5 günü uşaqlıqda keçməyəcək. Uşaqlıq borusunda mayalanan andan zigot güy yarandı, vəssalam, başladı. Bunun nəyi? Ontogenezi başladı. Və həmin bu gün uşaqlıq borusunda keçəcək, yəni uşaqlıqda keçməyəcəkdir. Daha sonra baxaq növbəti sualımıza. 31-ci sualda deyir, hermofrodit canlının toxumluğuna və yumurtalığının yetişmə zonasına bərabər sayda hüceyrə daxil olur. Əmələ gələn qametlərin sayının 30 olduğunu bilərək yönəlici cisimciklərin sayını müəyyən edin. Bərabər sayda daxil olubsa, erkəkdə bir hüceyrədən 4 qamet, dişidə isə bir hüceyrədən 1 qamet yarandığına görə mən bunu 4x plus x şəklində yazaraq və bərabər eləyərəm nəyə? 30-a, əmələ gələn qamət sayına. X buradan bərabər olur nəyə? 6-ya bərabər olmuş olur. Deməli, 6 hüceyrə girib erkəkdə 24 dənə qamət əmələ gətirib, dişi də 6 hüceyrə girib və 6 qamət əmələ gəlmişdir. Və bu 6 qamətlə bərabər 18 dənədə nə əmələ gələcək? Yönəlici cisimcik əmələ gəlmiş olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. May böcəyinin öz fərdi inkişafının neçənci mərhələlərində fəal qidalanmır, deyir. Bir şey yumurta mərhələsində, məsəl üçün, yumurta olanda qidalanmaz. Bir də bunlarda pup mərhələsi var ki, orada da qidalanmırdı. Sürfə mərhələsində qidalanacaq və yetkin fərq mərhələsində də yenə də qidalanacaq və demək ki, bunun 1 və 3-cü mərhələsi yumurta və pup mərhələsi nə olacaq? Fəal qidalanmayacaq. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualımız belə bircə dəqiqə səhifəni açaq. Üç fərqli orqanizmdən alınan DNT molekullarında nukleotit sayı eynidir, deyir. Bu DNT molekullarında adenin plus timin nisbəti verilib sitozin plus guaninə.
Bu nisbət də aşağıdakı cədvəldə göstərilmişdir. Bu canlı növlərinin iki qat zəncirli DNT molekullarında zəncirlərin açılma sürətinə görə düzün, ən tez açılandan ən gec açılana. Ən tez açılan, baxın, bu nisbət kimdə daha azdırsa, onun açılma sürəti gec olacaqdır. Niyə gec olacaq? Çünki mənim sitozin və guanin miqdarımı nə qədər artırsam, ADN plus T-in miqdarına böldüyüm zaman nə edəcək? Daha kiçik rəqəm alınacaq. Sitozin guanin sayının çox olması 3 qat rabitələrin çox olması deməkdir. Demək ki, burada da ümumi götürsək, hidrogen rabitəsinin çox olması deməkdir. Hidrogen rabitəsinin çox olması o zəncirin gec açılması deməkdir. Ona görə də mən ən tez açılandan ən gec açılana düşsəm, ən böyükdən ən kiçiyə doğru gedərəm. Birinci olar L, daha sonra T, daha sonra M olmuş olacaq ki, bu da bizim deməli LTM, yəni D variantına uyğun gəlmiş olacaqdır. Doğru cavab olar D variantı. Daha sonra baxaq növbəti sualımıza. Bu arada bu sual biraz dəyişdirilmiş formada verilir. Halbuki mən bunu biraz fərqli formada öz sınavımda da neynəmişdim, vermişdim. Bəzi müəllimlər görürdüm, çox artıq danışırlar ki, bu nədir, suallardır filan, nə bilim, nə, arxivdir. Necə arxivdir? Cəmaət gətirib bunu sual olaraq salıb bura. Arxiv sualı, sən get bir ingilis ədəbiyyatını araşdır, bir Çinlilərin ədəbiyyatını, Hindistanlıların araşdır, bir gör orada nələr danışırlar, nələr eləyirlər. Sən yatıb qalmısan burada, durub mənə irad tutur hələ. Sonra növbəti sualımız olacaq. Bizə saniyə açaq sualı. 10-cu sual. Hüceyrənin tənəffüsü nəticəsində əmələ gələn karbon qazının qana keçməsi zamanı baş verən bəzi reaksiyalara nəzər yetirin deyir. Karbon qazı üzərinə gəl su, bu X reaksiyası olaraq olacaq. Sonra karbonat turşusu əmələ gələcək. Karbonat turşusu Z reaksiyasında əksinə parçalanma baş verəcək. Karbon qazı suya parçalanacaq. Zaten karbonat turşusu belə deyək, tez parçalanan bir şeydir. Yəni bu reaksiyaların X və Z reaksiyaların baş verməsi ani olaraq baş verir və çox sürətli şəkildə baş verir. Həmçinin karbonat turşusunun Y reaksiyasında gördüyümüz forması nədir? Hidrogen iyonu itirib və bikarbonat formasına keçmişdir. Daha sonra isə hidrogen bikarbonatlarla birləşib T reaksiyasında nədir? Yenidən karbonat turşusunu əmələ gətirmişdir. Bu reaksiyalara bağlı deyilən fikirlərdən doğru olanları seçin deyir. Doğru olanları seçin deyir. Deməli, burada reaksiyada gördüyümüz proseslər belə ki, ilk növbədə nə baş verəcək, necə baş verəcək? Məsəl üçün, bu karbon qazının daşınmasına baxsaq qandan, hüceyrədə yaranar da karbon qazı. Harada yaranar? Hüceyrədə yaranar. Sonra hüceyrədə yaranan karbon qazı nə edəcək? Keçəcək toxumadakı mayeyə, oradan da qan kapillərlərindən difuziya yolu ilə keçmiş olacaq. Sonra bu şəkildə qandan daşınmış olacaq. Və bundan əlavə nə baş verəcək? Əmələ gəlmiş karbonat turşusunun hidrogen iyonlarını itirərək bikarbonata çevrilməsi baş verəcək. Bu reaksiya harada olar? Məsəl üçün, eritrositlərdə baş verə bilər. Daha sonra yaranan karbonat turşusu həmçinin nə edə bilir? Dərhal hidrogen iyonunu itirir və bikarbonata çevrilə bilirdi. Yəni, dediyim kimi, bu reaksiyalar sürətli baş verən, ani baş verən reaksiyalardır. Çünki karbonat turşusunun özü belə, yəni tam şəkildə nədir? Dözümsüzdür, tez parçalanır. Bəs bunların ağciyərlərdə
xaric edilməsi prosesi necə olacaq? Məsəl üçün, qan ki gəldi, ağciyərlərə çatdı. Buradakı reaksiyanın tam əksi baş verəcək burada. Eritrosit daxilində bayaqlarım demişdik. Neynirdi? Karbonat turşusu hidrogen iyonlarını itirirdi, bikarbonata çevrilirdi. Burada eritrosit daxilində bikarbonat iyonları o hidrogenləri yenidən özünə birləşdirir, karbonat turşusu əmələ gətirir. Daha sonra karbonat turşusu nə edir? Dərhal parçalanır, yəni Z reaksiyasında gördüyümüz kimi karbon qazı və suya parçalanır. Yaranan karbon qazı nə edir? Eritrositdən keçir plazmaya, oradan da ağciyər alveollarına difuziya yolundan keçəcək və bu şəkildə orqanizmdən xaric olmuş olacaqdır. Ümumi, yəni proses bundan ibarətdir. Baxaq. X reaksiyası alveolda, Y reaksiyası isə qanın plazmasında baş verər. X reaksiyası nədir? Karbon qazı su ilə birləşib karbonat turşusu əmələ gətirib, bəli, alveolda baş verər. Y reaksiyası isə qanın plazmasında baş verər. Bəli, karbonat turşusu öz iyonlarını itirər, hidrogen iyonlarını və bikarbonata çevirirlər. Yəni, birinci variantım nədir? Doğru olmuş olacaqdır. Daha sonra baxırıq ikinci varianta. Alveol kapilyalarında əvvəlcə T, yəni T dediyi nədir? Bikarbonatın özünə hidrogen birləşdirməsi. Daha sonra isə Z reaksiyaları baş verər. Z hansıdır? Karbonat turşusunun karbon qazı və suya parçalanması. Xeyr. Bu olacaq yanlış fikir olmuş olacaqdır. Üçüncü nədir? Alveol kapilyalarında əvvəlcə Z, daha sonra isə T reaksiyaları baş verir. Əvvəlcə Z reaksiyası baş verər. Bəli, karbonat turşusu keçəcək karbon qazı suya. Daha sonra isə başqa hansı reaksiya olar? Bikarbonatlar özlərinə hidrogenləri birləşdirərək karbonat turşusuna çevrilmiş olacaqdır. Bu da nədir? Doğru fikirdir deyə bunu da qəbul edirik. Doğru cavab olmuş 1 və 3, yəni D variantı olacaqdır. Belə əziz müəllimlər, suallar bundan ibarət idi. İnşallah ki, sualları izah etməyə yenə də davam edəcəm. Sizdən sadəcə xahişim kanala abunə olaraq sayımızı 1000 nəfərə çatdırmaqdır. Başqa da heç nə. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.